Uşaqlar, sabahınız xeyir, yeni vlog başlayırıq. Deməli, bu günləri mənimlə toya hazırlaşırıq, toya gedirik. Baxaq nə yaradırıq. Yiyib içəcəyik, datdı. Əmin olmaq istəyirəm ki, doğrudan da çəkiliş eləyə biləcəm hər şeyi. Baxaq nə edirik. Deməli, biz nə geyinəcəyik? Bu mamanın əynindəki hər şey və işte gəl qolbaq və belə saatlarıdır. Bunu xaricdən gətirmişdim amma bunu babam nə vaxtsa xaricdən gətirmişdi mamaya, nənəmə ya mamaya. Və burada daşlar elə gözəl parıldayır ki, özdəki gərək bunu qoşun, buğın-ğınla qoşulur. Və Swarovskidən belə qolbaq mənə hədiyyə olunmuşdu. Geyinək də bunu ildə ayda bir dəfə geyinirik. Və belə üzük geyinəcəm mən də. Və bir dənə də üzük geyinəcəm. Kalbasaları axır vaxtı sevirik. Yəni ümumiyyətlə sevirik. Amma nəsə axır vaxtı yemirdim, indi yenə başladım. Belə kalbasa gəlib. Yenə də kübarındır, sevimli dadındır. Dadına baxmamışıq, dadına baxacağım. Deyəcəm dadlıdır ya yox. Bu günləri səriyim, çəkmək istəyirəm biraz Instagramda. Kübarın belə sələmisini alırıq həmişə. Kimlər ki maraqlanır, çox ləzzətlidir. Mən çox sevirəm. Və belə bir viçina. İçi belədir. Viçinadır. Çox dadlıdır. Həm də ki böyüdür, kiçik deyil. Əla, çox dadlı olur. Həmənkin deməyə hansın ki dadına baxmamışdıq. Budur. O da bərkdir, saləmidir. Prosta ki elə bil onun piyi biraz daha çoxdur da. Ay, çox gözəl görsən. Dadına baxaq. Dadlı. Öbürsünə oxşur elə. Buna oxşur. Çox dadlıdır. Xaricdən görün mənə necə gözəl pasılka gəlib. Mənim takipçimdən. Deməyəcəm kimdir, adını deməyəcəm. Orada altda bilirsiniz nələr var, dəhşətsizim. Düzdür, biraz çox sərgəsiz gəlib. Kimsə də mənim şokoladlarımı çırpışdırıb burada. Amma neyniyək? Kiko üçün, yəni bu günlər toya gedəcəm axı, bu günlər istifadə eləmək istəyirəm hansısa bir rəngini dəqiq. Amma raspakovkanı sizə ya Instagramda ya da Shots'da eləyəcəm. Daha doğrusu Shots'da, YouTube'da Shots'da, Instagramda da ayrıca video eləyəcəm. Çox sağ olsun həmən şəxs. Niyə görə make-up artistlər həmişə gözdən başlayır? Mən heç vaxt gözdən başlamıram. Özüm şəxsən eləyəndə tanaldan başlayıram. Krem zaten isterseniz tensat uçurarak gözden. Ona göre. Bir təsimiz olmuş ister-istemez təmizləmək, yaxşıdırma. Ən yaxşısı işi birinci gözlər. Çünki sən kremi bir də belə deyim də işləmək çətin olur. Xarab olma da özlə. Dostlar, bir daha salam. Gecə saat 3'dür. İndi də mən sizə səsləndirirəm bu videonu. Çünki sizə söz vermişdim ki, sabahları video qoyacağım özdə toyla. Toy çox gözəl keçdi. Yəni sizə hər şeyi göstərəcəm. Burada da indi makiyaj eləyirik. Mənim sevdiyim usta Validə xanımdır. O evə gəlib mənə gözəl makiyaj edir. Mən özümü evdə konkret relaks hiss eləyirəm. Salonları sevmirəm deyə bilmərəm. Sadəcə yeganə bir şey var ki, salondan evə gələnə qədər artıq başlayırsan nəsə bəyənməməyə. Ona görə mən evdə rahat makiyajımı edib, saçımı rahat makiyajımı hər şey edib qərar verirəm ki, məsəl üçün orada nəyisə bəyənmədim, Validə xanım düzəldi. Bunu nəyisə bəyənmədim, Validə xanım düzəltdi. Validə xanım yəni məndən çox əziyyət çəkdi. Əslində videonun hardasa 10%, 5%'dir burada. Üstəlik də fikir verməyin ki, saçımı dəsmalla bağlamışam. Saçımı yumuşdum ayrıca. Validə xanım demişdi ki, ukladka belə olanda daha yaxşı oturur saça. Takipçilərimin çoxu yazmışdı ki, bəs saçını niyə, makiyajını özü niyə eləmirsən? İmna make-up usta edir. Çünki əmin olun ki, mənim əllərim çox əyridir. Həqiqətən siz çox şey görmürsünüz.
Ən çox da bu strelka məsələsi, heç nə edə bilmirəm. Mənə rahatdır ki, bu işin peşəkarını çağırım ki, mənə hər şey normal eləsin. Yoxsa mən əsəbləşəcəm, bütün günüm puç olacaq, çünki həqiqətən bacarmıram. Biri var bacarasan, amma yox, yəni məndə bu yoxdur da. Və bu momentdə saata baxırdım, üstəlik də gördüm ki, cəmi 1 saat neçə dəqiqədir biz makiyaj eləyirdik. Elə saata gəlir ki, ancaq gözdür, qaşdır, nə var ki, yəni burada. Doğrudan da 1 saatdan çox zaman aldı, ancaq makiyaj. Üstəlik də xaricdən mənə hədiyyələr gəldi və Kikonun həmin pomadasından istifadə elədim, siftəsini açdım. Hətta deyə bilərəm ki, çox-çox gözəl dodaqda qalırdı. Bütün gün ərzində dodaqda super vəziyyətdə qaldı. İstifadə elədim. Liner həmçinin hədiyyə olandan istifadə eləmişdim. Rəylərdə sadəcə mənə yazın ki, amma düzün yazın ki, belə makiyaj mənə daha çox yaraşır, yoxsa mənim sadə etdiyim makiyaj. Məncə bu makiyaj mənə yaraşmışdı, amma ki, elə bil özümü öz yerimdə hiss eləmirdim. Bilmirəm necə başa salım. O qədər sadəliyə öyrəşmişəm ki, sensiz falan. Amma yenə də, yəni gözlərim daha çox bilinir məncə. Sizcə bəs necədir? Rəylərdə yazarsınız. Dəqiq, yəni bütün rəyləri oxuyacağam, söz verirəm. Həm də yadımdan çıxdı deməyə ki, bundan əvvəl üzümə maska eləmişdim ki, üzüm yumşaq olsun, hər şey daha yaxşı otursun üzümə. Elə də oldu hətta deyə bilərəm. Heç nə üzümdən sürüşməmişdi, tonal krem, hər şey qalmışdı. Düzdür, fiksator da etmişdi axırda. Bilmirəm burada göstərmişəm ya yox. Amma ki, belə burada da göstərirəm ki, kiprik qoymuşam. Kipriksiz yaxşıdır, yoxsa kipri ilə yaxşıdır. Seçdim ki, kipri ilə eləyim. Az da olsa üstəlik həyəcanlanırdım çox. Çünki toyda ardısı 8-9 il nədənsə olmamışdım. Mama gedirdi və yaxud da bizim qohumlar gedirdi, hamı gedirdi, amma mən getmirdim. Elə bil hər şey tam yadımdan çıxmışdı da. Heç yadımdan da çıxmışdı ki, tort var, marojna var. Ən axırda sonradan yadıma düşməyə başladı ki, bunlar var imiş. Bizdə həmişə toylarda belə bir şeylər olur. Siz ən axırıncı dəfə bəs toyda nə vaxt olmusunuz, yoxsa ancaq mən beləyəm? Və çox xahiş eləmək istəyirəm ki, əgər sizə əziyyət deyirsə, videomu like eləyin və mənə abunə olun. Sizin üçün asan bir şeydir, amma mənim üçün önəmlidir. Çünki mən çəkirəm, edirəm. Yəni ən azından mənə motivasiya vermiş olursunuz. Mənə də çox xoş olar həqiqətən. Instagramda story paylaşdım ki, toya gedirəm. Hamı yazdı ki, biz vlog gözləyirik, biz vlog gözləyirik. Mənə o qədər xoş olur ki, indi baxıram, bilmirəm, indi bu dəqiqə nə qədər takipçi var, amma 8800 takipçidir və mən baxıram, həqiqətən ürəyim o qədər gülür. Biz getdikcə çoxalırıq. Mənə də bu qədər gözəl ab-hava verir ki, bu, inana bilmirsiniz. Mənə bu dəhşət sevindirir. Artıq kiçik, böyük, bilmirəm necə hesablayırsınız, hesablayın, ailəyə çevrilirik. Artıq hər şeyimi görürsünüz, yaşayışımı görürsünüz, ailəmi görürsünüz. Yəni çox yaxınsınız mənə. Hazır göz makiyajımı gördünüz, çox bəyəndim. Doğrudan da yaraşırmış mənə, amma ki inanmıram ki, mən belə bir şey özümə edə bilərəm. Hə, fiksatoru yəqin ki burada göstərirəm, çünki xanımın əlindədir. Bax, belə alındı, işığı da tuturam ki, gözlərimi falan görəsiz ki, necə seçilir. Sizcə mənə yaraşdı ya necə? Rəylərdə yazın. Doğrudan da mənə çox maraqlıdır, dəhşət. İndi vannaya gəldim ki, tam makiyajı görəsiz. Yəni düzdür, saç mən sadəcə ukladka eləyəcəm, havalı bir şey. Dodağımdakı Kiko'dur. Çox bəyəndim. Yapışıb eləmir, çox yumşaldı. Taksi sifarişi verdim. Comfort Plus sifarişi verdim ki 10 dəqiqəyə tez gələcək, daha doğrusu 10 dəqiqə yazılmışdı. İndi 7 oldu. Baxaq nə olur. Mən tam hazıram. Saçımı belə lokon elədik. Ukladka eləyə bilmədik, havalı. Belə görsənirəm. Gedək baxaq nə olur. Bir dənə saç biraz məndə qaldı. Belə də havalı istirdim. Mama da çox gözəl havalı alındı. Запознаешь. Садись, пожалуйста. Да, садись. Burada da bir anlıq şok oldum ki, belə Comfort Plus olur.
Bəylə gəlin bizim adətlə vağzalı ilə girir. İnana bilmirəm ki, mən bunu sizin üçün kəsirəm. Çünki hər şeyi bu YouTube blokluyur. Biraz YouTube mızmızdır, əsasən mahnılara görə. Ona görə demək olar mahnıları sala bilməyəcəm. Çünki əgər mən mahnıları salsam, video bloklanacaq və siz ümumiyyətlə heç nəyə görə bilməyəcəksiniz. Və mən gəlinin gözəlliyinə vuruldum. Gəlin çox gözəl idi, dəhşət. İminə bu para, cütlüyü bilmirəm necə deyim. Mənə görə çox bir-birlərinə yaraşırlar və bir-birlərini tamamlayırlar. Xanımın da adı Kristinadır. Donu çox gözəl idi mənə görə. Mən belə donları çox sevirəm. Çox dəhşət, çox üzülürəm ki, mahnıları göstərə bilmirəm. Üstünə səs yazmalı oluram. Bu da mənim mamuliçkom mənim. Toyda onu bəyəndim ki, hamı o qədər rahat idi, necə istəyir rəqs eləyirdi. Gəlin də həmçinin heç kimə qəribə baxmırdı. Həmçinin məni tanıdılar, mənim takipçilərimi də sizə göstərirəm. Bu balaca qız anası ilə çox şirin idi, elə kübar idi ki, xanımlar hamısı çox kübar idi. Çox gözəl stolla insanlarla oturmuşduq. Burada da çayımız və burada yallımız bizim patriot mahnılarla çox gözəl idi. Həm rus mahnıları var idi, həm xarici mahnılar var idi, həm Azərbaycan mahnıları var idi. Hər tərəfli bir toy idi. Mənim rəqsimin maksimallığı burada görürsünüz. Biz toya ümumiyyətlə qız tərəfindən getmişdi və Kama xanım orada xanımla rəqs eləyirəmi görürsünüz. Belə qəşəng göy rəngində dondu. Bu anasıdır, gəlinin anası və onunla rəqs eləyirdim. Çox sağ olsun, həmişə mənim yerimdən durğuzurdu. Mən biraz çəkinirdim durmağa da. Elə bil heç kimi tanımırdım demək olar, amma məni tərpədirdi ki, get sən də rəqs elə, gəlinlə rəqs elə, mənlə rəqs elə. Və qəhvəyi paltardakı xanımı yəqin ki gördünüz, o məni öpdü, mən də onu öpmüşdüm. Mariyaşka çox sağ olsun ki, məni yerimdən durğuzurdu o da. Həqiqətən onlar olmasaydılar mən heç durmazdım və oturardım. Və bu gözəl bir dənə rəqs xanımla bəy. Aşı çıxardan momentdə bu rəqs oldu. Bilmirəm buna nə deyərlər, mənə rəylərdə yazın. Mənə dedilər ki, yəni bu bizim milli rəqsimizdir, bu heç. Adətən bu rəqs olmalıdır, yəni olur. Mən nəsə yadımdan çıxıb demişdim də, hər şey yadımdan çıxıb bir-birinə qarışıb başımda. Və burada hansı boys band belə bir şey idi. Gözəl rəqs eləyib, nağara çalırdılar, neynirdilər. Mən də həmişəki kimi yeyirəm. Yəni mən hara, yeməksiz mən ölərəm, siz nə danışırsınız? Və bu salatı çox bəyəndim. Halbuki artıq gecə idi. Salat da qalmışdı. Heç kim demək olar bu salatı yemirdi. Amma file ilə idi və cürbəcür biberlərlə idi. Çox ləzzətli, rəngbərəng biberlər idi. Biz evdə buna oxşar bir şey hazırlayırdıq. Amma məncə bunlar başqa bir şey də qatıb bunun içinə. Mən çox bəyəndim. Qoyduğumun hamısını da yedim. Anama yenə təklif elədim. Anam istəmədi. Dedim, mənə daha çox qalar. Lap gözəl. Videoya ümumiyyətlə baxdım. Mənə elə gəldi ki, mən dəhşət çox az yedim. Yəni heç bir şey yeməmişdim demək olar. Videoda baxıram, yemədiyim qalmadı. Stolda nə var idi? Hamısını üyütdüm. Elə bil maşınamı, nəyəm bilmirəm. Hara getdi bu hər şey bilmirəm. Amma indi otura yemək yeyə sizə səs yazıram və gecə artıq 5-ə işləyib 10 dəqiqə. Mama artıq getdi yatmağa, çünki deyir mədəm ağrıyır. O qədər yemək yeyib ki, deyir ki, mənim artıq qarnım ağrıyır, heç bir şey. Amma mənə nə? Yəni mən evdə də gəlib hələ yeyirəm. Toydan sonra ancaq mən yeyirəm, yoxsa siz də yeyirsiniz. Nə olar deyin ki, siz də yeyirsiniz. Mənim ürəyim biraz sakitləşdi. Elə bir gündə toya gedirəm. 9 ildə bir dəfə toya gedirəm. Burada da hər şey azmış kimi zeytun da istədim. Kişinin qızı zeytun da istədi. Nə deyək? Heç bir şey. Zeytunun da hamısını üyütdüm.
Yəni belədir həyatdır. Burada da öz professionallığımı göstərirəm. Necə yerimdə otura-otura rəqs eləyə bilirəm. Və demək olar bütün toyda belə oturdum. Yerimdə otura-otura rəqs elədim və disko, partizani, maryaşka ilə rəqs elədik, qucaqlaşdıq. Necə gözəl rəqslər idi. Burada artıq gördüyünüz kimi diskotekadır. Heç bir şey də sizə göstərə bilmirəm. Sonra bir dənə də xanım bizə birləşdi. Atlanmış düşdük, atlandıq və belə rəqs elədik. Güya rakıdı çıxıdı kimidir və yaxud da rakıdı çıxıdı kimi deyil. Güya rəqs eləyə bilirik, amma əslində bilirik. Gördünüz də necə bacınız necə rəqs eləyir. Bacarana can qurban. Görürsüz bacarırıq. Havanı sev göstərmək üçün bəzi yerlərdə mahnını saxladım və burada fişəng, necə deyim, cavanlara xoşbəxtlik və burada mən sağollaşıram sizinlə. Çox sağ olun.